Azərbaycana son dövrlər Çin versiyası olan Toyota markalı avtomobillər gətirilir və bu avtomobillər bir çoxları tərəfindən yaxşı avtomobil adı ilə qəbul edilir, alınır. Biz demirik ki, o avtomobillər pisdir. Sadəcə olaraq Çin bölgəsi üçün, Çin Respublikası üçün istehsal olunmuş bu avtomobillərin Azərbaycanda istismarı, yəni istifadə edilməsi hansı fəsadlar verə bilər və yaxud da bunun dövlətə nə kimi zərərləri var? Bax, bu barədə biz danışacağıq. Toyota bütün avtomobillərini eyni keyfiyyətlə buraxır. Sadəcə bölgələr üzrə vəziyyəti təhlil edir və sonra bu avtomobillər istehsal olunur. Azərbaycan üçün Avropa istehsalı olan Toyotalar daha məqbuldur və rəsmi zəmanətlə bu avtomobillər Azərbaycanda satılır. Toyota rəsmi dillerlərində, Toyota Bakı mərkəzi, Abşeron və Gəncə mərkəzində siz bu avtomobilləri əldə edə bilərsiniz. Bəs qeyri-rəsmi şəbəkələr vasitəsilə, paralel idxalla ölkəyə gətirilən avtomobillərin nə kimi problemlər ola bilər? Bu problemlər barədə kifayət qədər danışmışıq. Bu gün də qısa xatırladırıq ki, Çin üçün istehsal olunmuş avtomobillər həmin bölgə üçün uyğundur və o daxildə istismar olunması üçün nəzərdə tutulub. Başqa ölkələrdə artıq bunun müəyyən problemləri çıxa bilər. Ehtiyat hissələrinin müəyyən elementlərində fərq var. İqlim şəraiti, hava şəraiti, yol şəraiti hamısı buna təsir edən elementlərdir. Və hətta yanacağın keyfiyyətinin belə bu maşınlara müəyyən təsiri var. Avropa üçün istehsal olunmuş. Bax, bu Toyotalar Azərbaycanda kifayət qədər dözümlü və rahat şəkildə istifadə olunur. Eyni zamanda rəsmi dillerlər buna zəmanət verir. Bəs niyə görə rəsmi dillerlərdə bu avtomobillərin qiyməti baha çıxır? Çünki bu rəsmi qaydada gətirilir, hüquqi şəxsdir və zəmanət verir, ehtiyat hissələri ilə, servis xidməti ilə təmin edir. Ona görə bu qiymət fərqi yaranır. Amma qeyri-rəsmi şəbəkələr vasitəsilə paralel idxal nəticəsində ölkəyə gətirilən Toyota modelləri var ki, Çin istehsalı olan Toyota modelləridir. Bunlar nə gələcəkdə işçiyə görə vergi ödəmir, rəsmi zəmanət yoxdur, servis xidməti yoxdur və imzalanan sənədlərdə də müəyyən qədər boşluqlar var. Yəni bu boşluqlar odur ki, deyək ki, elektrikli, hibrid və yaxud da hibrid bir Toyota almışsınız və bunun gələcəkdə hibrid batareyalarında müəyyən problemlər çıxır. Batareyanın dəyişdirilməsi $5.000 üzərindədir. Bu təxminən 8.000 manatdan çox pul deməkdir. 10.000 manata qədər bu məbləğ dəyişə bilər. Paralel idxal nəticəsində ölkəyə gətirilən Çin avtomobilinə belə bir zəmanət verilmir, belə bir riskin qarşılanması da nəzərdə tutulmur ki, hansısa bir fərdi şəxs gətirib o avtomobili satıb və sonra 10.000-lik xərcin qarşısında dayana bilsin. Amma Toyota'nın rəsmi servislərində bu problem aradan qaldırılır. Dövlət Gömrük Komitəsi, eyni zamanda Anti-İnsar Xidmət Agentliyindən də biz sorğular keçirdik və cavab olaraq bildirildi ki, əslində bu maşınların ölkəyə gətirilməsi üçün vergi ödənişləri təxminən eyni alınır. Amma sonradan rəsmi servis, bax bu gördüyünüz xidmətləri burada göstərir və servis zəmanət, bunlar hamısı üst-üstə gələndə qiymət fərqi yarana bilir. Ancaq məsələ odur ki, siz Çin versiyasını alanda fikirləşirsiniz ki, bir 5.000, 8.000 manat qabağa düşdük. Lap elə 10.000 manat qabağa düşdük, ucuz aldıq. Amma sonra gəlirsiniz rəsmi servisə ki, filan ehtiyat hissəsi yoxdur. Gözləməlisiniz aylarla. Hətta qabaq alın şüşəsində belə müəyyən fərqlər var. Askı sistemində müəyyən fərqlər var. Yanacağa münasibətdə müəyyən fərqlər var. Bölgələrin vəziyyətini təhlil etdikdə o fərqləri də görə bilərsiniz və hətta qəza anında yaranmış vəziyyəti belə bəzi hallarda görmək mümkündür ki, o avtomobillərdə hansı effekt yaranır. Məsələ burasındadır ki, bir Toyota'nı rəsmi olaraq diller gətirirsə, dillerin ödənişləri digərləri kimi eynidir. Və sonradan diller ehtiyat hissələrində gətirir. Ehtiyat hissələri gətirilirsə, bu zaman artıq qiymətdə müəyyən fərq yaranır. Çünki zəmanət verir və 5 illik zəmanət sonradan 10 ilə qədər artırıla bilər və 10 ilə qədər artırılması üçün siz yalnız Avropa istehsalı olan Toyota'nı rəsmi dillərlərə təqdim edə bilərsiniz ki, mən bunu deyək ki, başqa ölkədən almışsınız, amma Avropa istehsalıdır, bəli, rəsmi dillər ona cavabdehlik daşıyır. Bəs dünyada bu paralel idxalla necə mübarizə aparırlar? Bir çox Avropa ölkələri artıq buna qarşı mübarizə həyata keçirir. Qərar qəbul olunub ki, əgər siz Çin versiyası olan bir Toyota'nı və yaxud da başqa bir modeli ölkəyə gətirirsinizsə, mütləq ölkədə mövcud olan həmin modelin rəsmi dillerinə müraciət etməlisiniz, onun razılığı əsasında bunu edə bilərsiniz. Və yaxud da başqa bir şərt qoyulub ki,
bir adam il ərzində yalnız bir avtomobili şəxsi istifadə üçün gətirə bilər. Yəni bu Çin versiyasıdırsa gətirə bilər. Amma yenə də rəsmi dillərdən razılıq almalıdır ki, onlar buna zəmanət verir, vermir. Və nəticə etibarilə dövlət rəsmi dilləri qoruyur. Amma hal-hazırda bugünkü vəziyyətə baxsaq, Azərbaycanda rəsmi dillər artıq çox böyük əziyyət çəkirlər. Bunu təkcə Toyotaya aid etmək olmaz. Digər rəsmi dillərində bu sıradan çox böyük çətinlikləri var. Çünki paralel idxal nəticəsində həmin modelin Çin versiyasını gətirib qeyri-rəsmi şəbəkələrlə satırlar və rəsmi dillərdə satış aşağı düşür. Nəticədə nə baş verir? Burada minlərlə işçi maaş ala bilmir, vergi ödənilmir. Dövlətimiz rəsmi dilləri qorumaq üçün müəyyən addımlar atmalıdır. Yəni qadağasını bilmirəm, tam qadağan etmək olar ya yox, amma hər halda rəsmi dillərin razılığı əsasında və yaxud da burada da hansısa bir xidmət göstərilməlidir. Təsəvvür edin ki, rəsmi dillər burada bütün ehtiyat hissələri ilə sizi təmin edir, amma sizin avtomobilinizin başına bir iş gəlib, Çin versiyasıdır və milyonlarla vəsait xaricə axır. Nəyə görə siz pul göndərirsiniz ki, mənə bir ay ərzində, 2 ay ərzində və yaxud da 3 ay ərzində hansısa bir detalı göndərin. Hansı ki, onu burada rəsmi dillər həll edə bilir. O baxımdan düşünürəm ki, paralel idxalla bağlı artıq dünyada yaranmış problemə Azərbaycanda da dövlət səviyyəsində hansısa bir formada bir daha baxılmalıdır və rəsmi dilləri qorumaq üçün müəyyən addımların atılmasına ehtiyac var.